Cəlilabadın Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskənində aşkarlanan nadir arxeoloji tapıntılar bu ildə elmi əhəmiyyətini qoruyur. Burada üzə çıxarılan çəkisi təxminən 2 kiloqrama çatan daş kürə və digər unikal nümunələr Böyük Britaniyanın nüfuzlu Heritage Daily nəşrində də işıqlandırılıb. Son arxeoloji qazıntılar isə Paşatəpənin qədim neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyən yeni faktları da ortaya çıxarıb. Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində arxeoloji qazıntılar davam edir. Artıq 5 ilə yaxındır aparılan tədqiqatlar bu ildə yeni və unikal tapıntılarla yadda qalıb. Arxeoloqların sözlərinə görə ərazidə təxminən 5 metr dərinliyədək qazıntılar aparılıb. Mədəni təbəqələrdən qədim insanların həyat tərzini əks etdirən çoxsaylı arxeoloji nümunələr üzə çıxarılıb. Tapıntılar arasında daş əmək alətləri üstünlük təşkil edir. Bunların içərisində dən daşları idi, bunların içərisində sapant daşları idi, bunların içərisində daşdan olan əmək alətləri və silahları misal göstərə bilərik. Ən çox rast gəlinən mineral, vulkanik daş dəvəgözü daşıdır. Ən diqqət çəkən tapıntılardan biri əkinçilikdə istifadə olunduğu ehtimal edilən maral buynuzudur. Bu artefakt əvvəlki illərdə yalnız kiçik fraqmentlər şəklində aşkar edilsə də, bu il ilk dəfə tam vəziyyətdə tapılıb. Paşatəpənin ən unikal tapıntılarından biri isə çəkisi təxminən 2 kiloqrama çatan daş kürədir. Daş kürə çox mükəmməl cilalanıbdır. Üzərində təbii aşılanmadan qopuqlar olsa da burada zərbə yeri yoxdur. Heç bir deşiyi yoxdur. Daş özü çox ağır çəkidədir. 2 kiloqrama yaxın çəkisi var. Xeyli araşdırmalar apardıq, sorğular keçirdik, ədəbiyyata baxdıq və gördük ki, doğrudan da həmən əlimizdə tutduğumuz bu daş kürənin Cənubi Qafqazda analoqu yoxdur. Qeyd eləyək ki, bu nadir artefakt beynəlxalq elmi dairələrin də diqqətini cəlb edib. Onunla bağlı Böyük Britaniyanın nüfuzlu Heritage Daily nəşrində xüsusi məqalə dərc olunub. Tədqiqatlar zamanı əldə olunan materiallar göstərir ki, yaşayış məskənində keramikalı neolit dövrünün 3 inkişaf mərhələsi aydın şəkildə izlənilir. Arxeoloqlar bildirirlər ki, qazıntılar zamanı aşkar olunan bütün tapıntılar elmi şəkildə tədqiq ediləcək. Bu araşdırmaların qədim insanların yaşayış tərzi, təsərrüfatı və sənətkarlıq fəaliyyəti barədə daha dolğun məlumat verəcəyi gözlənilir.